Kofe Arabika dünya qəhvə istehsalının təqribən 60-70%-ni təşkil edən Efiopiya mənşəli, yüksək keyfiyyətli, yumşaq dadı ilə seçilən həmişəyaşıl tropik ağacdır. Şaxtaya qarşı çox həssasdır. Əkildikdən təqribən 3-4 il sonra meyvə verməyə başlayır və 30-40 il boyunca məhsul verir. Bakıda biz bu ağaca Mərkəzi Nəbatət bağında rast gəldik. Kofe Arabika bizə Səudiyyə Ərəbistandan gətirilir, vətəni oradır. Bu mart ayında biz artıq onun toxumlarını yığmışıq, meyvələrini yığmışıq gördüyünüz kimi. Bax belə. Bu artıq bizdə bu rimantat bitki olduğuna görə il boyu bir neçə dəfə həm meyvələyir, həm çiçəkləyir. İndi də axırıncı meyvələrini yığmışıq. Meyvələri açdıqda biz belə bir şəkil görürsünüz. Bax, onun içində belə bir toxumlar olur. Maraqlıdır ki, qəhvə bitkisini hər ölkədə yetişdirmək olmur. Məsələn, bugünə qədər qəhvə ağacını nə Avropa ölkələrində, nə də digər ölkələrdə becərmək mümkün olmayıb. Qəhvə ağacı çox məhsuldar bir bitkidir. İldə 2 dəfə məhsul verir. Meyvələrini isə gəlin mən sizə göstərim. Bax bu cür, hardasa xarici görünüşünə görə zoğalı xatırladır. Tərkibində isə kafein, üzvü turşular və digər vacib maddələr var. Arabika dənələri az turşulu, şirin meyvəli və şokolad notları ilə zəngin dadı ilə seçilir. Mütəxəssislər deyirlər ki, Kofe Arabika nəmişliyi çox sevən bitkidir. Bəs maraqlıdır, ölkəmizə yeni gələn bu ağaca necə qulluq olunur? Azot kübrələrinə çox böyük ehtiyacı var. Düzdür, qış aylarında biz fosfor, kali kübrələri veririk, amma yaz fəslində tez artmaq üçün mütləq azotdan istifadə etməliyik. Çiləmə, sulama üsulunu daha çox sevir bitki. Çünki ətrafı həmişə onun nəm olmalıdır. Quruluq olan kimi yarpaqlarının kənarlarında qaralma müşahidə edə bilirik. Tropik olmayan bölgələrdə insanlar ev şəraitində qabda qəhvə ağacı yetişdirirlər. Bunun üçün isti və rütubətli mühit, parlaq gün işığı lazımdır. Lakin ev şəraitində meyvə verib qəhvə hasil etmək çətin olduğundan bu ağac daha çox dekorativ məqsədlə saxlanılır. Gülnar Elqar qızı, Zaur Həşimov, Telesəhər.